Xoş gördük. Bugün qonağımız adı gözəl, özü gözəl, səsi gözəl Gülnarə Zülalova. Çoxlarına tanış olan, çox sevilən səs. Xoş gəlmisiniz. Çox sağ olun əzizlərim, çox sağ olun. Dəvət elədiyiniz üçün çox sağ olun. Təşəkkürlər. Uğurlu olsun podkastınız. Çox sağ ol. Təşəkkür edirik. Gülnarə xanım, atanız deməli alim mühəndis, ananız da bildiyim qədərilə həkim. Həkim, nevropatoloq. Bəli. Sizsə dublyajçı. Bu necə ola bilər? Bu necə ola bilər? Bu nə ziddiyyətdir? Əslində buradan başlamadı. Mənim təxminən 5 illik pedaqoji fəaliyyətim olub. Xoreografiya məktəbində teatr tarixindən dərs deyirdim. Ondan sonra təxminən o qədər, ondan biraz daha çox Okan Holding İSOT inşaat şirkətində çalışmağa başladım. Onun 4 ilini sinxron tərcümə ilə məşğul oldum. Prezidentlərə tərcümə eləyirdim. Yenə öz sözünü deyib. Sonra Bakıya qayıtdım, Azərbaycana qayıtdım. 1 yaş yarımında qızımla çalışma, ümumiyyətlə iş haqqında düşünmürdüm. Valideynlərim tam dəstək verdilər mənə, həm maddi, həm mənəvi. Mən qızımı böyütməyə başladım. Tam 8 il. 8 il içərisində biz bədii gimnastikaya getdik, ondan sonra taekwondo ilə biraz məşğul olduq. Məktəb, sonra musiqi məktəbini bitirdi. 8 ildən sonra mənə bir zəng gəldi. Əslində onunla heç vaxt əlaqələrimi itirməmişdim. O vaxt İctimai Televiziyada bədii rəhbər Rəhimə xanım Kazımova. Mənim həm kurs yoldaşımdır, həm rəfiqə demək biraz deyə bilmirəm, çünki artıq ikinci bacımdır, ailə üzvümdür. O məni zəng elədi, dedi ki, nə qədər ki dil tamam yadından çıxmayıb, mənim əlimdə bir sənədli film var. Gəl onu tərcümə elə. Burada biraz imkanım çatır, səni tərcüməçi redaktor vəzifəsinə qəbul eləyək. Mən getdim, onu aldım, tərcümə elədim, apardım. Aparanda studiya boş idi. Mənə dedi ki, studiya boşdur, gəl sənin səsini yoxlayaq. Mənə çox qəribə gəldi. Mən tamam başqa şey üçün getmişəm ora. Gəl sənin səsini yoxlayaq. Mənim elə yazdığını bir 4 cümlə oxu, bir sənə baxacaqlar. Mən girdim studiya, hər şey çox yeni, studiya bomboş. İlk dəfə o qulaqçığı keçirdirsən mikrofon qarşısına. Bilirsiniz, o dəvə nalbəndə baxan kimi baxıram hər şeyə. Nəysə, o 4 cümləni oxudum, öz yazdığımdır da, çox da gözəl. Çıxdım, gördüm bir təbəssüm var üzlərində. Mamet müəllimlə elə tanış oldum orada. Dedilər ki, çox yaxşı, yəni birinci gün gəlin, başlayın təcrübəyə. Hara gəlim? Dedilər, biz burada Bağban qızını yazırıq. Bəs Bağban qızında siz baxın, müşahidə eləyin. 1 ay, 2 ay, 3 ay, nə vaxt hazır olsaz, başlaya bilərik. Mən gəldim, məni o qədər isti qarşıladılar. Mən onları tanıyıram, onlar məni tanımır. Teatrşünas kimi ən çox da getdiyim Yuk teatrıdır. İçəri girdim, Sona xanım Mikailova, Gülzar xanım Qurbanova, Vaqif Cabbarlı, bir də bizim hamımızın çox sevimlisi Kazım müəllim Abdullayev, xalq artistimiz. Bunlar artıq işləyirlər. Mən biraz çox narahat, çox biraz utana. Bunlar o qədər məni isti qarşıladılar ki, keçdi. O keçdi və mən oturdum, başladım müşahidə etmə. 1 gün, 2 gün, 3 gün gördüm, yox. Bu mənə azlığı. Artıq bilirəm kim kimdir. Mənə daha çox lazım. Mən tekstə baxmaq istəyirəm. Mən tekstlə onları izləmək istəyirəm. Mətndən. Mətndən 1 manat. Artıq 2 dəfə Bilir qaydaları. Demək, mən yaxınlaşdım rejissorun yanına, başladım mətndən onları izləməyə. Beləcə 3 ay keçdi. Bu 3 ay müddətində mən ara sıra balaca, mənə inanın ki, o qədər mənə maraqlı gəlirdi. Nəsə balaca bir şey yazanda. Çünki mən balaca bir obraz yazanda. Demək, təxminən 3 aydan sonra
Rəhimə xanımın işgüzar səfəri çıxdı. Bu da orada yazır. O da səsləndirirdi. O da səsləndirir. Onda amma az idi. Onda bir gənc obraz idi, bir də bir çox ədalı bir xanım var idi orada. Onu yazırdı. Gülnar xanım, o vaxta qədər Rəhimə xanım dəyərləndirmişdi sizin səsinizi ki, gözəl Heç səsin vaxt var falan. mən onun işinə baxmışam. Klon serialında o Zuraydanı səsləndirirdi. Möhtəşəm. Möhtəşəm Elə ona bir istəyirdim, Ayşə Yazıçın deyir ki, möhtəşəm bir maraqlılar. obraz idi. Mən ona yalnız belə bilirsiniz, ikona kimi baxırdım ki, sən bunu necə bacardın? O da biraz geç tutdu onun səsini əslində. Mən onu hiss elədim ki, o biraz geç gəldi o səs ona. Sonra orada Nəzirə var idi, çox koloritli bir obraz. Hamısı bir-birindən fərqli idi. Fərqli idi, Elə çox bil gözəl. başqa adamlar. İkisini də o səsləndirirdi. Nəzirə oydu Bir bacısı. neçə obraz səsləndirirdi. Sonra İlahi, çox Zurayda. möhtəşəm idi. Sonra mən Klon 3 aydan- serialında var idi. Yox, qətiyyən. Mən Onda onda tamaşa mən çəkilişməyində. onda dərs deyirdim xoreografiyada. Hə. Hə. Ondan sonra biz 3 aydan sonra Rəhimə xanımın Amerikaya işgüzar səfəri çıxdı. Hamı təlaş içində qaçırlar. Biz əlimizdə tekst yoxdur. Mətn yox. Mətn Mətn yoxdur. yoxdur. Sizi qabaqçadan biraz yazardıq. Biz gecikirik, efirdədir bu, necə olacaq? Birdən nəzərlər mənə dikildi ki, sən əvəz eləyə bilərsən onu. Bəlkə başqa biri olsaydı mənim üçün çox çətin olardı. Bu mənim doğmamdır. Onun səsini çox eşitmişəm. Bir-birimizi biraz təqlid eləmişik hətta. Mən onu girdim, səsləndirdim. Hamı belə bilirsiniz çox Alqışladı. alqışladı ki, canımızı qurtardın. Rəhimə xanım siz gedin, işinizlə məşğul olun. Biz artıq sizə əvəz tapdıq 3 aydan sonra. Mən bunu yazdım. Orada bilirsiniz, tələsmədən, siz bilirsiniz, mən çox sevirəm. Tələsmədən 2-ci manat gəlir. Mılnaya opera. Sabun köpüğü. Sabun köpüğü bir serialdır. Seriallar. Rahat bir şeydir. Yəni Latin Amerika serialları idi də o zaman. Argentina idi deyəsən. İlk addımlarımı Dərdli idi o atıram. vaxtlar. Bilirsiniz, ilk addımlarımı atıram. İndi gələcəm məni nə dəhşət gözləyir. Demək, sonra arxasınca bununla yanaşı mənə gəldilər, dedilər ki, biz Naxam, siz bunu tərcümə eləmisiniz? Bəli. Çox çətin bir mətn idi, çox çətin. Nəyi tərcümə eləmisiniz? Serialı? Çin fosfor Sənədli film. sənədi. Orada tam mədəniyyəti var idi. Olduqca çətin bir Rusdan Azərbaycana. Rusdan Azərbaycana çevirmişdim. Mənə gətirdilər ki, buyur. Necə Siz tərcümə eləmisənsə, elə də bunu o cür oxu. oxu. Xarici adlar və heç birisini demək bəzi orada o vaxt qurulan fabrikalar bu gün artıq dünya şöhrətli fabrikalardır. Onu səhv demək olmaz. Fabriklərdir. Onu səhv demək olmaz. Nəzərə al ki, tərcüməçidir də hər iki. Demək, ilk addımlarımı Ona görə. atıram da. Bəli. O illərə getdim. Mən bunu oxudum və sonradan mənə dedilər ki, Fərhad Əkbərov adında bizim orada rejissorumuz vardı. 2 dəfə işdən çıxmaq haqqında ərizə yazıb. Mən onunla işləməyəcəm. Mənlə. Niyə? Görün mən onu necə işgənim. İlk addımlardır, çaşa-çaşa, cümlə-cümlə. Siz təsəvvür edin, mən Yazılış vaxtı. səs rejissorunu necə, nə həddə gətirmişəm ki, o işdən çıxmaq haqqında ərizə yazıb. Yəni işin məsuliyyətindən. Mən işimə məsuliyyətlə yanaşıram da. Yox, məsuliyyətdən Sən niyə getmir şikayət söhbət. edirsən? Yox, yəni Gülnarə xanım o qədər məsuliyyətlə yanaşıb ki, Bilirsiniz, o mətnə bir sözü məsəl üçün deyib ki, yox, mən bunu başqa emosiya ilə deyəcəm. Dilim fırlanmadı. İstədiyim kimi demədim. Düzdür? Mən düz anladım. Biz ilk addımlarımızı atanda özümüz öz səsimizdən qorxurduq. Əllərimizdə əsib. Bəli, bəli. Tekst, yəni bunların hamısından keçmişik də biz. Yəni İndi az olur ki, biz elə bu Yox, qədər indi təcrübə olmur. yığmışıq. Mən indi şəxsən günün bugünkü gününə qədər qardaşım, sən mənə misal çəkmişdin bir dəfə. Bu yaxınlarda bir səs rejissoru gəlib, demisən bu işi görəcəksən, o işi görəcəksən. O insan bir həftədən sonra sənə qayıdıb deyib ki, mən bu yükün altına girə bilmərəm. Rövşən sual verir ona ki, niyə girə bilməzsən bu yükün altına? Nədir ki bu? Deyib ona görə ki, milyonlarla insan baxacaq mənim gördüyüm işə. Mən bunun cavabdehliyini daşımaqdan
həyəcan Qorxuram. keçirirəm. Hə, həyəcandan deyirəm, mən Hətta qorxuram mən bundan. heç bir işi sizə təhvil verməmişəm. İndidən həyəcanlanıram. Həmin o həyəcan da normal haldır. Və bir də bir şey var. İnsan nə qədər təcrübə toplayırsa, təcrübəsi çoxalırsa, bir o qədər də onun məsuliyyəti artır ki, bu da normal haldır. Buyurun. Dostlar, bir dənə şey haşiyə çıxım, ondan sonra davam eləyək də. Nəsə çox rəsmi gedir söhbət. Mən sıxılmağa başlayıram. Gülnarə xanımı biz öz aramızda Gülə deyirik. Mən Gülə deyə müraciət eləyəcəm. Emin bayaqdan sizlə danışır. Mən Onu yalnız Gülnarə xanım bizə özümü öz icazə qabımda verəndən hiss eləmirəm. sonra Zəhmət olmasa mənə Gülə deyin. Olar Çox ki, xahiş öyrəşin edirəm. olar ki, sizə. işdə necə söhbət eləyirik, o cür söhbət eləyək, rahat olaq. olsun. İndi başlaya bilərik. Mən üçün ikinci nəfəs gəldi, indi başlaya bilərik. Sonra bir və bu hardasa bir 7-8 ay davam elədi və O işçi çıxmadı işdən. Yox, yox, qaldı. Sağ İkiniz də olsun. qaldınız. Sonra çox möhkəm dost olduq. Demək, bir müddət keçdi. Əliydər Şahbazov sağ olsun. Təşəkkür eləyirəm ona. Günlərin bir günü məni bir productiona dəvət elədi film üçün. Mən ora getdim və mənim həyatım dəyişdi. Mən o productionda Azərbaycanın əməkdar artisti Nəcibə xanım Hüseynova ilə tanış oldum. Biz tanış olduq, işlədik, ayrıldıq. Heç bir həftə çəkmədi, o məni Aynısə dəvət elədi. Mən Aynısə VVS. Aynısı VVS studiyasına da. Hə, VVS gedirdi. studiya idi, dublyaj studiyası Ora VVS idi. gələndə Rövşən, mən hələ tam elə bil ki, bu sənətə yiyələnməmiş bir vəziyyətdə idim. Tam çünki bizim orada belə deyək də bir müddət işlədi Əliydər müəllim. Mən də qoşulmuşdum da sonradan sizin komandaya Sonradan ictimaidə. biz orada tanış olduq, ictimaidə sağ olsun. Bilirsiniz, bu ümumiyyətlə bu iş mənim üçün vurğulamıyor, bilmirəm. Orada hamımızın dostu Rəhim Rəhimov, Allah rəhmət eləsin, Kamran İsrafilov. Ümumiyyətlə bu iş, bunlar, bu uşaqlar, bu Komanda. hamısı mənim üçün nəinki çox maraqlı bir hadisə idi. O mənim üçün terapiya idi. Mən bildiyimə görə axı Nəcibə xanım elə ictimai televiziyanın efirində eşitmişdi səsi Gülə. Oradan dəvət eləmişdi səni, Rövşəni də, səni də. Mən belə xatırlayıram. Orada biz tanış olduq. O eşitmişdi, amma bizim belə şəxsi tanışdığımız yox idi. Rəhim qonağımız olanda dedi ki, mən ora gedəndə belə Bəli. O dəfələrlə səsinə vurğunluğunu qeyd eləyirdi Nəcibə xanım. Nə gözəl səsi var bu xanımın. Həqiqətən də o qədər gözəl səsin var ki, Gülə. Xarici ulduzları, nə bilim, Angelina Jolie olsun. Eşitmişəm də bunları sənin ifanda. O qədər onları intellektual gözəl səslə səsləndirirsən ki, tamaşaçıya da məhz sən sevdirmirsən onu Azərbaycan versiyasını. Çox sağ olun. Gülə, mən əslində təqdimatda istəyirdim bu sözü deyəm, bir haşiyə çıxarıq. Tamaşaçılardan bizə çox müraciətlər olur. Hətta gəlib öyrənmək istəyənlər olur ki, aktyor deyillər. Amma alınmır. Çünki aktyorluq qabiliyyəti bu işdə özün bilirsən ki, lazımdır. Yəni bu qaçılmazdır. Sənin içində aktyorluq qabiliyyəti olmalıdır ki, bu səsləndirmədə bu obrazı canlandırasan. Və sən yeganə insansan ki, dublyajda Azərbaycanda, yəni kiçik bir camiyyədə qrupumuz olsa da, camiyyəmiz olsa da, yeganə insansan, yeganə aktrisasan ki, aktyorluğu bitirməmisən, aktyor deyilsən, aktrisa deyilsən, amma dublyajdasan. O məqama toxundun ki, yəni sən heç xəyal da eləməzdin. Ağlıma da heç gəlməzdi. arzun da olmayıb da, belə başa düşürəm ki, mənim səsim bu obrazdan gəlsin, düzdür? Yəni bizdə biraz fərqli olub. Çünki aktyorluğu qurtarmışıq, oxumuşuq. İstəyirdik ki, mənim arzum olub ki, mən bu obrazı mənim səsimlə görən necə olardı? Mən də bunu səsləndirə bilərəm ya yox? Nə vaxtsa mənə də bu qismət olacaq. Səndə bu yaşanmayıb da, belə başa düşürəm, düzdür? Aktyor olmaq istəmişəm. Yox, istəmirsən. Ha, istəyib. Mən ilk dəfə 10 yaşımda Buratinanı görəndə filmini, mən evdə istirik bir ağlama gəlib mənə. Mənim anam çox kifayət qədər zabitəli qadın idi. Mənə o qədər yazığı gəldi ki, gəlib oturub məni sakitləşdirməyə çalışdı. Dedi ki, bilsən necədir? Mən səni apara bilərdim ki, səni filmə çəksinlər.
Amma axı burada yeralaş yoxdur. Orada yeralaş var. O yeralaşdan uşaqları məktəbdən seçirlər. Onların da içindən seçib filmə çəkirlər. Burada yeralaş olmadığına görə Azərbaycanda mən səni hara aparım? Yaxşı arqumentdir. Bu yəni ki, Hələ də bu yaşayan işin- arqumentdir. Bu və çox sevdiyim, çox xoşuma gələn tamaşalarda o ki artıq işıqlar yanır, aktyorlar gözəl musiqi altında, alqışlar altında gəlib baş əyirlər ha. Saniyə yarım aktyor olmaq istəyirəm. Amma yəni beynim başa düşür ki, bu mümkün deyil. Birincisi çox istedadlı gərək olasan. Çox gözəl hafizən gərək olsun. Heç bir kompleksin olmasın. Aktyor olmaq çox çətindir. Çox çətindir. Çox və onlar hesab eləyirəm ki, onlar ümumiyyətlə fədailərdir. Çünki Amma sən o bunu dublyajda kiçik bir- reallaşdıra bilirsən də. Mən çalışıram o içimdəki o, yəni istəyi, sevgini. Məncə çox uğurla Dublyajda reallaşdırırsan. kifayət qədər Bəlkə- uğurlu alınır. Uğurla reallaşdırırsan və hələ sənin elədiyini, yəni belə bir qarşıma adam çıxmayıb ki, aktyorluğu bitirməsin, aktyorluq istedadı olmasın, kənardan gəlsin, dublyajla məşğul olsun. Gülə, hansı janrda filmləri səsləndirməyi xoşlayırsan? Yəqin ki, həkim, mühəndis mövzusu sənə daha yaxın olar da. Onların Zadəgan terminləri xanımlar çox xoşuma falan, gəlir. Necə? zadəganları səsləndirmək. Çox- Yəni klassik çox filmlər, sevirəm. belə başa düşdüm. Çox sevirəm. Bir dənə gülməli bir şey danışım sizə. Deməli, bir dəfə bir xanımı məsləhət görüb aktyor dostumuz mənə gəlib səsinin sınağından keçirməliyəm, yoxlamalıyam, dublyaja yarayır, yaramır. Yarıyırsansa bir rol verim. Bir dənə film sifarişimiz var idi. Xanım gəlib bir obraz verirəm, səsləndirə bilmir. Özü cümlə işləyir ya. Yəni belə konveyer versiyada işləmirik. Bu obraz alınmadı. Keçək uşağı göstərin, belə eləyək. Bu alınmadı, o alınmadı. Deyirəm xanım, üzr istəyirəm. Yəni əslində mən də görürəm ki, yəni orada bir 30-dan yuxarı aktyordan istifadə edirik, səslərdən istifadə edirik. Dedim bəlkə hansısa bir epizoda heç olmasa yarayar da, yəni bir yerini yazaq da filmin. Kifayət qədər də vaxt itirmişəm. İstəyirəm ki, nəticəsi olsun da. Bilim ki, bir obraz əldən çıxdı. Amma alınmır. Xanımı yola salıram, deyirəm üzürlü sayın. Yəni bu alınmadı. Xanım mənə dedi ki, bilirsiniz mən ümumiyyətlə kübar xanımları səsləndirmək niyyəti ilə gəlmişdim bura. Bəs səsləndirdiyi rol nə idi? Yox, bir rus filmi idi, Azərbaycan dilində eləməliyik onu. Rus dilində dublyajda idi, Azərbaycan dilində eləməliyik. Fərqli obrazlardır. Yəni bu orta əsr filmi bu istəyir ki, ancaq elit təbəqə olsun, yəni danışıq maneraları fərqli olsun. Deyirəm ki, yəni dublyaja gəlmək o demək deyil ki, bir dənə obrazı götürəcəksən, ancaq bütün filmlərdə də belə obraz olacaq. Sən roldan rola salırsan, hə? Bunda səsləndirməlisən. Burada axı fərqlidir. Yəni fərqli obrazlar var da. Heç olmasa bunun birini bacarmalısan Amma da. onun təcrübəsini də nəzərə almalı. O söz yadıma düşdü. Hər halda o gülə deyildi axı. Gülə belə bir hansısa filmi səsləndirib, sonradan illər keçib üstündən yaxınlaşmısan ekrana, bir səs eşitmisən, səs çəkib səni. Demisən nə gözəl səs, nə gözəl səsləndiriblər. Yəni özünü tanımamısan. Olub, yoxsa elə ilk qulaq asan kimi bilirsən ki, bu gülədir. Olub bir dənə bir filmdə olub belə bir şey. Bəyənmisən özü yoxsa əksinə? Balaca bəyənmişəm. Angelina Jolie idi. Bilirsiniz hansı adını yadıma sala bilməyəcəm. Çox filmlər var. Axırıncı, yəni çəkilənlərdən biri. Özdə bizim Maleficent. işlə məşğul olanların bir xəstəliyi var, başda mən olmaqla. O qədər film səsləndirmişik ki, səsləndirsən filmin adı yadında qalmır da. Ancaq müəyyən epizodlar, hadisələr yadında. Çox informasiya qəbul eləyirik, elə orada da qalır studiyada. Beynə Ondan sonra soruşmaz olar. İnsan unudur. İnanın artıq fərqi yoxdur hansı obraz. Bizə kifayət eləyir ki, o qulaqçığı taxaq. Qulaqlığı taxaq və aktyorun bir cümləsini dinləyək. O cümlə ilə artıq onun xarakterini də tutursan, bir siması, bir də səsi kifayət eləyir ki, artıq o olasan. Gülə. O olmağa yaxınlaşasan ən azından. Peşəkarlıqdır. Mən istəyirəm ki, sən tamaşaçılarımız üçün də reklam səslənməsindən
dublyajın fərqindən biraz danışasan. Çünki sən həm də reklam səsləndirirsən, çox gözəl də reklamlar səsləndirmisən. Əgər hətta bir nümunə olaraq bir cümlə belə desən, çox gözəl olardı. Çək-çevir Emin, Rövşən və İbrahimlə. Çək-çevir. Emin İslamla bir yerdə dördsəndə. İslamı başa düşməyə başlayırıq, hə? Bir də yaxşı, bir də. Bax yazılış prosesi belə gedir. Alınmadı bir də. Aha. Çək-çevir. Emin, Rövşən, İbrahimlə. Bəzən olur ki, çox gözəl diktordur, çox gözəl aparıcıdır və ya çox gözəl reklam səsləndirən nə deyirlər? Səs aktyorudur. Səs aktyoru. Amma dublaja gələndə dublyaj başqa orqanika istəyir, başqa canlılıq var axı. Baxmayaraq diksiya yerindədir. Danışıq, səs yerindədir. Amma dublyajı eləyə bilmir. Çox az aktyor var da, o universal olsun. Hətta Emin, misal üçün deyirəm, xəbərləri aparan aparıcı gəlir filmdə olan Amerika filmindən misal çəkimdə, Amerika filmindən hansısa bir xəbər yeri olur ki, o aparıcını səsləndirməlidir. Onun səslənməsi ora düşmür. O dinamikanı verə bilmir. Onun axı xəbər Amerika televiziyasının verdiyi xəbərin forması başqa cürdür. Dəfələrlə oxumuşuq xəbərləri. Bunu belə eləyə bilmir. Yəni çünki bunlar tamam fərqli sahələrdir. Baxmayaraq ki, hamı səslə işləyir. Reklam da səslə işləyir. Sənədli film, kitab səslənməsi. Bəli. İnan ki, bunlar hamısı fərqlidir. Aktyor var ki, ancaq bir düz xətt üzrədir. Eləsi var ki, hə, misal üçün ancaq sənədli. Eləsi var ancaq reklam, amma eləsi var ki, sənin universaldır. Universaldır. Bax, onun fərqini, onu necə tənzimləyirsən, onun fərqini mən bilirəm, necə eləyirsən, mən istəyirəm tamaşaçılarımız üçün deyəsən. Məcbur eləmədən mən deyim. Biz üçümüz də Aynus məktəbini keçmişik. Nəcibə xanımın rəhbərliyi altında. Mənə elə gəlir ki, oradan çıxan artıq universal əskərə çevrilib. Komandos olur. Və o mafiya, doğrudan gülədə o mafiyanın üzvüdür də. Bəli, o mafiyanın üzvü olmuşam. Bizim üçün artıq heç nəyin fərqi yoxdur. Yox, gör nə deyirəm. Bizi heç bir iş qorxuda bilməz. Bir dənə gör nə deyirəm. Axırda yazacaqlar ki, siz ancaq o mafiyanın üzvlərini çağırırsınız podkastda. Azərbaycanın demək olar ki, dublyaj sənətçilərinin çoxu oradan. Amma dublyaj mən Rusiyanın da podkastlarına baxmışam dublyajla bağlı. O deməli İbrahim deyir ki, dublyaj onlar da bunu deyir ha. Dublyaj bir mafiya kimidir, yəni bir qapalı sahədir, mafiyadır və ora düşmək çətindir. Nəyə görə çətindir? Bax, Gül əvvəldə deyir ki, səs rejissoru deyir ki, mən ərizəmi yazıb işdən çıxıram. İnan ki, təzə gələnlə işləmək, ona səbir, hövsələ, vaxt lazımdır axı. Axı biz həftə sonu, ay sonu material verməliyik. Bunun nazınla kimdə oynayan cümlə. Axı mən niyə bu qədər əgər mən 2 saata bir işi görə bilərəmsə, niyə mən 5 saata görməliyəm? Bir də var ki, məsələn, oddan, alovdan çıxan artıq 4-5 əskər. Yəni dublyaj əskəri. Bunlar bilirlər ki, bunları hara atsan gedib işini görüb çıxacaqlar da. Ona görə rejissorlar üçün də yəqin asan da olur. Amma bəzi vaxtlarda bizim bəzi işlərimiz var da. Yəni özümüzə məxsus. Şəxsən mən əsəbləşdim, yaza bilmirəm. Çənə gərginləşir. Çənə gərginləşir. Bu elə bir aparatdır ki, hamıda olmur da. Məsələn, maşallah Emin bizim əgər çox sürətli yazan 5 aktyorumuz varsa, onlardan biridir. Amma əsəbləşəndə heç bir hərfi belə deyə bilmir. Olur. Mən istəmirəm görəsən. Mən necə əsəbləşəndə əsirəm. Sonra bir məsələ indi bizdə boş vaxtlarımız çox olur axı. Yəni bir də görsən ki, 10 gün məsələ mən də tək yaşayıram. Pişiyimlə danışmaq halım yoxdur. Yalnız qızımla telefonla danışıram və mən o günləri İslam Bozbaxovu biraz ağlatdım. Nə danışdın ki, İslam? Yəni uşaq biraz yəni çox çaşdım.
Hə, o mənada. Olur ara sıra insanıq da, yəni onu başa düşmək lazımdır. Mən dedim görürsən niyə? Axı hər şey yaxşıdır. Dincəlmişəm. Sonra dedim mən çoxdan danışmıram. Bu gərək həmişə İşlək olsun. bunun özünün gimnastikası var. Yəni sözlər tökülməsin. Dedim ya indi bunu ya qocalığa yozdum, ya 10 günlük istirahətə yozdum. Başa düşmədim bu nə ilə bağlıdır. Amma çıxanda da studiyadan dedim sağ ol, təşəkkür eləyirəm, sağ ol. Amma üzünə baxa bilmədim. Üzünə baxa bilmədim, çıxdım. Yo, bu normaldır. Yəni ola bilər də insan həmin gün o əhvalda olmur. Baxmayaraq ki, bu bizim işimizdir. Biz motivasiya almalıyıq. Yəni bu işimizi görməliyik. Bu heç kimə bunun belə deyək də aidiyyatı yoxdur ki, sən hazırsan, hazır deyilsən. Amma nəzərə alsaq ki, biz insanıq, qarşımızdakı da insan faktoru. Bunları nəzərə yaranır. Nə bilim hansısa bir su içəndə dublyajın çətin məqamları da uşaqlar əslində budur ya. İndi hərədə bir cürdür. Ola bilər ki, mən kofe içəndə danışığımda mikrofon arxasında çıxbıqlar çoxalsın, mən onu içmirəm, su içirəm. Və ya kimsə kofe içə bilər, ya su içə bilər, çay içə bilər. Bir də mən özümdən deyirəm, mən dublaja gələndə səhər başlayırıq da. Səhər səs axı tam olmur. Ona görə mən gedəndə maşında sən də müğənnilər kimi səhər də oxuya bilməyəcəm. Yox, səs biraz qalın olur da. Elə vaxt olur çox qəşəng olur. Bal olur. Əgər obraz tələb edirsə, qalın səsi, onda yerinə düşür. Amma bilirsən ki, bir cavan oğlan yazacağın obraz cavandır, gərək səs yerində olsun. Mən nə edirəm? Mən hər dublaja gedəndə səs məşğələsi edirəm. Bir 10 dəqiqə də olsa, deməli üz gimnastikasını, dodaq, artikulyasiya məşğələsi və səs məşğələsi edirəm. O mütləqdir. Misal üçün hansısa bir musiqini, istədiyim musiqini qoyuram. Əgər konkret məşğələ eləmək istəmirəmsə, o oxuyur, mən onu zümzüməsini rezonatorda belə deyək də. Elə mən dublaja gələrkən studiyaya, maşında musiqiyə səs verirəm. Sən istəsən müğənnisən də, sən oxuyacaqsan da. Yox, əstəğfurullah, müğənni deyiləm axı mən. İndi nə vaxtsa bir müsabiqəyə çıxmışam, bir-iki klip çəkdirmişəmsə müğənni, o da başqa bir çox gözəl səsin var, çox da gözəl oxuyursan. Burada mən düşünürəm ki, mən sənin kimi müğənnini itirdiyimizə görə təəssüf eləyirəm. Qarşımdakı insanın da, sənin də əlbəttə ki, gözəl səs var, Allah bunu bizə verib və biz də bu səsdən necəsə bacardığımız qədər istifadə eləyirik. Rövşən deyir ki, mən çalışdım ki, o xanıma obrazı yazdırım, dedim, bu belədir, bunun xarakteri belədir. Bu monopoliya deyil. Bu dediyin qətiyyən. Zarafatcan dediyin heç mafiya da deyil. Bu ya var, Rövşən, ya da yoxdur. Sən kimisə güclə hansısa obrazı istədiyin kimi ondan ala bilməyəcəksən. Bunun bazası olmalıdır. İlk oturanda artıq bu insan bir vərəqdə bir rol verirsən, 2-3 obrazda yoxlayırsan onu. Mən demirəm ki, hələ oturan kimi 5 cümlənin 5-də mirvari kimi düşsün. Yox. 2 cümləni heç olmasa normal, düzgün emosiyasını versə, səndə işartı olacaq onun gələcəyinə qarşı. Bizdə də belə olub. Yəni 4-5 cümləni dediyim, səlis dediyim və emosiyasını düzgün verdimsə, deməli o olmalı da, yoxdur da. Bu olmayanda ki bizdə belədir. İndi azdan çoxdan sizdə xəbəriniz var da. Dünya qlobal dünyada biz hər şey əlçatandır, baxırıq, izləyirik. İstər Türkiyədə olsun, istər Rusiyada, Avropanın hansısa bir ölkəsi olsun. Dublyaj aktyorlarını görürsüz. Biz eyni aktyorları digər filmlərdə səsini eşidirik. Və orada demək olar ki, yeni səs bəlkə də deyim bir 7-8 ildən bir gəlir, kimsə gəlib daxil ola bilir. Ona görə deyirəm də, mən baxdım deyir ki, səsi ilə oynaya bilir. Bu insanların bunun üçün bazası var, potensialı var. Ona görə biz özümüzdən dublyaj aktyoru düzəldə bilmərik. Özü də maraqlı sahəsi əslində nədən ibarətdir burada? Yəni tapşırıqla kimisə zəng eləyib xahiş eləyir, ya deyir ki, belə bir adam var, bir dənə zəhmət olmasa yoxla və ya götür desə belə, bu elə bir sahədir ki, bunu götürmək mümkün deyil tapşırıqla. Ya sən bunu bacarmalısan, yəni sənin uşağın ola bilər, nə bilim, qardaşın ola bilər, bacın ola bilər. Bu elə bir sahədir ki, spesifik sahələrdən biridir ki, tapşırıqla. Baxmayaraq ki, mən bu sahədəyəm, əgər mənim uşağım bunu bacarmırsa, mən bunu elətdirə bilməyəcəm. Yəni tapşırmaqla deyil, məcbur eləməklə deyil. Ya bunu bacaracaqsan, ya bacarmayacaqsan. Yəni bunun bir çətinliyi də bundan ibarətdir.
Gülə, yəqin bu dublyajla maraqlananlara necə deyim, bir nümunə kimi olar. Obrazları səsləndirəndə biz bilirik, indi öz deməli işimizdir bu. Obrazı səsləndirəndə xarici aktrisanın emosiyalarının dalınca qaçırsan, yoxsa öz interpretasiyan olur? Xarici aktyora, onun daxilinə, onun bircə səsi kifayət eləyir ki, artıq sən onun kim olduğunu, nə olduğunu tutasan və onun səsinin arxasınca gedəsən. Başqa cür mümkün deyil. Səni yalnız onun səsi aparmalıdır. Sən yoxsan, sən onun səsisən. Ən çətini də elə odur ki, sən görünməyə səsinlə onu verməlisən. Nəzərə alsaq ki, həm də savadlı bir insansan. Mən istəyərdim bu barədə də danışaq. Həm tərcümə işi ilə məşğul olmusan, həm bir çox yerlərdə, səfirlikdə də səhv eləmirəmsə çalışmısan. Qazaxıstanda bilirəm ki, hansısa bir vəzifə başında olmusan. Demək, bizim şirkətimiz, biz Astanaya gələndə onun hələ adı Astana deyildi, Akmola idi. Onun ilk addımlarını görmüşəm. Bataqlıq bir şəhər, tam bataqlıq. O bataqlığın üstündə şəhər salınmağa başladı. Və bu gün də paytaxtdır. Bugün paytaxtdır, bugün adı Astana oldu. Ona qədər mən türk dilini, Türkiyə türkçəsini əlbəttə ki bilmirdim, xəbərim yox idi. Mən bu dili mükəmməl öyrənəndə mən o dilin qürurunu yaşadım. Bilirsiniz, sonradan gəlib artıq sağ olsun Google dayı biraz orada da araşdırma aparanda baxdım, gördüm ki bu elə belə deyil. Bilirsiniz necə gözünə görünən nə varsa, hər bir əşyanın adı var da. Türkiyə türkçəsində bunun adı var. Rus dilində də bunun adı var. Bəzən çox yorulurdum. Təsəvvür edin, səhərdən sinxron tərcümə, sonra yazılı tərcümə, bəzən işlərimi evə gətirirdim, evdə yazırdım. Artıq istirahətimə çox az vaxt qalırdı. Amma yenə də deyirdim ki, ən mürəkkəb cümləni götürməm, mən onu Azərbaycan dilinə tərcümə eləyəcəm. Baxım görün bizdə necə alınır. Bilirsiniz necə alınırdı? O səviyyədə yox. Sonra bu dəfə araşdıranda baxdım, gördüm ki, Türkiyə türkçəsində 170 min sözdən ibarət lüğət var. İngilis dilində də 170 min sözdən ibarət lüğət var. Amma bura alınma sözləri gətirəndə Türkiyə türkçəsində 600 min söz var, İngilis dilində 1 milyon söz var, Rus dilində 500 min söz var. İndi soruşun məndən Azərbaycan dilində nə qədər söz var? Azərbaycan dilində nə qədər söz var? 112 min. Biz heç olmasa 170 min sözə qədər söz artırmalıyıq. Sinonimlər artırmalıyıq. Düz deyil. Baxın, özdə hamı da bu günləri biraz konservativ yanaşır buna. Yox, dilimizə əlavə sözlər gəlir. Toxunmaq olmaz. Amma lazımdır. Ehtiyacımız var. Sinonimlərə ehtiyac var. Və təsəvvür edin ki, bizim sözümüz çatmadığı halda biz hələ bəzi sözlərimizi atmışıq arxaik sözlərə. O arxaik sözlər, o artıq kiflənmiş içindən bir söz çıxartmışam. O qədər xoşuma gəldi. Deyirəm, biz niyə bunu işlətmirik? Nəsnə. Görün nə gözəl sözdür. Artıq işlədirik. Əşya sözünün sinonimidir də. Düzdür? Yerinə görə dəyişir. Və biz bu günləri fikirləşirəm ki, biz alınma sözlərdən qorxmamalıyıq, bir. İkinci, ən böyük problemimiz bol-bol alınma sözlər. İndi mən sizə bir misal çəkəcəm ki, biz hansı vəziyyətdəyik, bunu dəyişmək lazımdır. Biraz obrazda deyəndə, obrazda götürəndə, elə ki, dilimiz çox ağır vəziyyətdədir. Ona qan lazımdır, təzə qan lazımdır. Amma Gülə, dilçilərimiz bu istiqamətdə çox böyük işlər görürlər hal-hazırda.
bildiyimə Bəli, görə. bəli, işlər Və görürlər. çox böyük dəyişikliklər var. Bu alınma sözlərə, ondan sonra zənginləşməyə dair də əllərindən gələni eləyirlər. Nəzərə alsaq ki, Türkiyə, Rusiya və digər ölkələrin bir böyük illər ərzində dövlətçilik ənənəsi var. İstər-istəməz bütün sferalara təsir eləyib. Biz də gənc bir cavan dövlətdir. Düşünürəm ki, biz də onların yaşına çatanda Məncə də yenilənmə ehtiyac var, bəli, amma yəni həmin belə o məsələlər çox da pis həll deyil olunacaq. Amma buyur, davam elə. Maraqlıdır, mən sənin fikirlərin maraqlıdır. Yəni normaldır, yenidən fikirlər. Yox, bilirsiniz, indiyə qədər açıq danışaq da, biz işğalda olunmuş bir dövlət idik. Bu gün artıq işğaldan, yəni mən ikinci işğalı nəzərdə tuturam. Həm erməni, həm də rus işğalından azad olmuşuq. Bu gün artıq dilimizə dönə bilərik də. Yəni dilimizlə məşğul ola bilərik. Amma deyirsən ki, dilçilərimiz məşğul olurlar. Mən təzə gələn qanunları mən adını qoymuşam xəbərlər qanunu. Bizim bu qədər problemimiz Biraz yaradıcılıq çatmır da orada, yaradıcılıq çatmır. Ola. Biz niyə axı bu günləri xəbərlər qanunu ilə rastlaşdıq? Niyə bu bizim başımıza gəldi? Mən yaxşıdır ki, dublyajda rast gəlmirəm buna. Mən çox əsəb keçirdirəm, bilirsiniz. Yaxşı, onlar elədik. Bunları da niyə görə bu lar-lər şəkilçisi bu qədər belə ağır olub, dilimizi korluyur, deyirlər. Dilimizi mən başa düşə bilmirəm ki, kimin xoşuna gəlmədi bu? Neynədi? Kimə neynədi bu lar-lər şəkilçisi? Və kimin bostanına daş atdı? Xəbərlər nə vaxtdan çətin tələffüz olunur ki, biz onu xəbərlər elədik. Mənim dilim sınır. Mən onu tələffüz eləyə bilmirəm. Gülə, səndən öncə qonağımız olmuşdu, dil təlimçisi Kəmalə xanım. Biz onunla belə, mən daha aqressiv biraz danışdım bu barədə, səndən də aqressiv. Amma sonra belə nəticəyə gəldik ki, ondan sonra çox yumşalmısan. Biz qanunlara tabe olmalıyıq. Yəni bizdən böyük, bizdən daha savadlı insanlar bunun qərarını verib. Əgər ki, biz hansısa qanunla razılaşmasaq, siz təsəvvür edin ki, hansı xaos hökm sürə bilər. Mən hesab eləyirəm ki, əgər ruhları şad olsun, əgər akademik Cəfər Cəfərov, professor Mehdi Məmmədov, bizim şairimiz Bəxtiyar Vahabzadə, bunlar sağ olsaydı, bugün o qanun heç vaxt həyata keçməzdi. Biz 20 nəfər 10 milyonun dilini belə təhrif eləyə bilməz. Təkliflərini dinəndə maraqlıdır mənə. Bir dənə zəhmət olmasa. Və mən bunları deyib yumşaq şəkildə buradan aralanaq bu söhbətdən. Mən yenə də alınma sözlərə gəlmək istəyirəm. Bugün bax rus dilində 3 sözü araşdıraq. Çox dəbdədir və gecə-gündüz həm mətbuatda, həm televiziyada bu 3 sözü həmişə biz eşidirik. Bunlardan biri geroydur, biri vaynadır, biri də dengi. Müharibə, pul. Bəli. Bu geroy fransız sözüdür. Vayna alman sözüdür. Dengi də bilirsiniz, Qıpçaq türklərinin tenge sözüdür. Yəni özünküləşdirib. Onsuz da rus dilində olan sözlər çoxu oradan buradan gəlmədi. Mən yaxşı dedin, yadıma saldın. Qazaxstanda bizim tərcüməçimiz, şirkətimizin tərcüməçisi evinə dəvət eləmişdi. Mən harda kitabxana görürəm, yürürəm o kitabxananın üstündə çox maraqlı bir kitablar var idi və onların içindən təxminən bu qalınlığında bir kitab götürdüm. Mənə elə gəldi ki, İnqilabdan qabaq ki nəşr idi. Hardasa 1900 neçə idi, yadıma gəlmir. Mən belə onu qucaqladım, açdım, baxdım, gətirdim. Dina xanım idi, Qazax xanım idi. Təxminən indi mənim yaşlarımda. Dedim, bunlarda slavyan sözü yoxdur ki. Təsəvvür eləyin ki, bütün dil, türk sözləri arxasında var axı. Türkizm, türk sözləri, Alman sözləri, Holland sözləri, Latın və s. Ümumiyyətlə yoxdur, ağlınıza gəlməyən sözlər. Məsələn, komandirdir, matrosdur, yəni kotletdir, rejissordur, fransız sözüdür, rejissor, kotlet. Məsələn, yəni ağlınıza gəlməyən sözlər hamısı alınma sözlərdir.
Əslində normaldır. Hamısı. Amma elə İnsaf eləmək elə üçün gözəl mübadilə eləmək özününkiləşdiriblər lazımdır. ki, Ümumiyyətlə onu onlarda elə bir öz- dönəm olub ki, fransız dilini öndə, yəni o sayıblar. 17-ci, 18-ci əsrdə 18-ci təxminən əsrdə, amma 17-ci amma əsrə qədər ikinci dərəcəli sayıblar. amma həmişə. 17-ci əsrə qədər sarayda qıpçaq türkçə danışıblar. Bu gün onu etiraf eləyirlər. Və mən dedim ki, bu kitab mən istədiyiniz qiyməti verirəm, bunu mənə verin bu kitabı. Arxasında qiyməti yazılmamışdı. O çox danışdı, güldü. Dedi ki, birdən-birə bizim bu sakit mənə Qulya deyirdilər. Bu sakit Qulyanın içindən Qafqazlı kişi çıxdı. Zalubi dengi, ya dayı plaçu. Mən dedi ki, bu kitab bizim silahımızdır. Mən dedi universitetdə dərs deyirəm. Orada bizə notat oxuyan bir xanım var idi. Mən bu kitabı gətirdim, qoydum ortalığa. Veliki ruski язык, biz sizi yurtalardan çıxartdıq, biz sizə gətirdik mədəniyyət verdik, bizim qədim dilimiz. Mən o kitabı gətirdim, o kitabı vərəqləyəndən sonra o notasiya o gün bitdi. Yəni, mən demək istəyirəm ki, biz yəni dil bu qədər dili, sözləri götürdükdən sonra, özünküləşdirdikdən sonra bizə elə yuxarıdan da aşağı baxırlar. Biz də onda öz dilimizlə məşğul olaq. Təkliflərin nədir? Xanımlar və Təklifim- cənablar, bizim dublyajda görürsüz də hansı savadın sahibi iştirak edir, filmləri səsləndirir. Baxın, səsin gözəl olmasına yanaşı səsdən bir savad da axır, eşidilir. O savad da sənin səsinə sirayət edib Gülü. Biz böyük musiqi əsərləri bəstələmirik, böyük kəşflər eləmirik. Biz dillə məşğul olan sadə insanlarıq, Emin. Və bir şey var. Buyur, Onu göstər, oxumaq göstər, istəyirəm rahat. sizə. Çıxart. Nəsə Göstər onu. gətirmisən? Bizim hər birimizin evində, mən bilirəm səndə də var, məndə də var. Belə portağal rəngli bir inşaat qutusu var. Çanta da demək olar. Hesab eləyin ki, o çantanı gəlin açaq. Görək o çantanın içində nə var. Mənə bunu zəhmət olmasa Azərbaycan dilində adlarını deyin. Ştepsil, rozetka, atverka, izolenta. Bildiklərimi deyəcəm. Bolt. İzolentdir. İzolenta Qayqa, deyil. vint. Bir də sən denən mən də sinxron çatdıra bilmirəm. Mən sinxron tərcüməçi deyiləm axı. Tərcüməsi var səndə Gülə bunların. Mən üçün maraqlıdır. Mən bildiklərimi deyəcəm. Sən bildiklərin varsa alternativlər deyəcəm. rəylərdə yazsınlar. Aha, ya bir də gedək, bir dənə de. Əgər bunların cavabını gətirmirsənsə, Ştepsil. gözəl. Yo. Ştepsil, ştepsildir. Niyə? Alternativi yoxdur axı. Rozetka, Elektrik Elektrik yuvası. yuvası. Yuvası ola bilər. atverka, Burğac, izolenta, izolent, bolt, bolt, Bolt. bolt, qayqa, qayqa, Qayqa gedir. vint, o da Vint, qalır. hə, o da Vintdə qalır. Ankerni bolt, O ankerni bolt nədir? Bolt Divara ankerni. plastik salıları bağlamamışlar Şayba. qabaq o. Şayba. Şayba Ankerni qalır, bolt, şayba. ankerni bolt bilmədim nədir. Nədir o? Ümumiyyətlə özünü bilmirəm nədir. Alman sözüdür deyəsən şayba Yox, düşüb. belə olaraq malatok, çəkic, gvozdь, mismar, mismar, mıx. Yəni bunların bu hamısı olduğu kimi biz qəbul eləmişik də, düzdür? hamısı Olduğu yox. kimi Bəzən əslində- olmayanları dedim də. Amma bizim bilirsiniz nə qədər bu sadəcə onun içindən çıxanlardır da. Bizim nə qədər texniki sözlərimiz var ki, olduğu kimi ruslardan götürürük. Yaxşı. Rus da başqasından götürüb də. O elə bir sən özündən mən uydurub başa onu. düşürəm. Bir-iki Emin- söz var ki, çox sözlər var ki, Alman sözüdür, fransız sözüdür. Mən deyirəm ki, bunu artıq bu gün demək olar da. Buyur. Biz yüksələn xəttlə vahid türk dilinə doğru gedirik. Düzdür? Bəli. Düzdür, qəbul edirsiniz. Təbii ki. Onda əgər bu sözləri bizim Türkiyəlilər 70-80 il bundan qabaq əgər qəbul eləyiblərsə, biz niyə 90 milyon insanın qəbul elədiyi sözləri götürməyək?
Başa düşmürəm, nə demək istəyirsən? Yəni onlarda başqa sözdür. Yox, Sən məni başa düşdün. Bəli, Gülə demək istəyir ki, artıq bunlar neçə ildir artıq müstəqildilər və bütün sahələrdə olduğu kimi həm də dillərində reformlar keçiriblər. Bir intibah dövrü olub türk dilində. O keçən dəfə Kəmalə xanımla da bu haqqda söhbət elədik ki, o çox sözlərdən, yəni xarici sözlərdən, başda da fars, ərəb sözləri olmaqla arınıblar və özlərinə yeni Yox, yeni sözləri gətiriblər. Eyni zamanda da icad var ki, ediblər. heç biz onu istifadə eləmirik. Yox, deyək ki, dildə xarici sözlər qalıb. Sadəcə olaraq az, çox məsələsi var. Bu bizdə biraz çox qalıb, onlarsa daha çox arınıb. İndi bunların alternativi bizim dilimizdə nə təklif edirsə? Yavaş-yavaş artıq yaxınlaşmalıyıq. Necə yaxınlaşmalıyıq? Yəni mən bu misalı başa düşmədim yəni axıra qədər. Mən bunun çarə çox düşündüm. Biz nə edə bilərik? 112.000 çox az sözdür. Yəni də əyri oturaq düz danışaq. İndi yenə təzə lüğət çıxacaq, artmalıdır. Təzə lüğətlər də lazım. Kəmal Qasımov dedi ki, 21-ci ildə nəşr olunan lüğət masamın üstündədir ki, bizim bütün rejissorlarımız, tərcüməçilərimiz hamısı ona istinad eləyir də. Mən deyirəm ki, bu sadəcə fikirdir. Yəni bu 170 minlik sözlük lüğəti qarşı kimsə, yəni bizim dilçi alimlərimizdən kimsə qarşısına qoyub hansı söz yoxdursa qəbul eləyək. Mən razıyam. Azərbaycan dilində hansı söz yoxdursa, yəni olduğu halda qəbul eləməyək. Mən buna məsələ yəni onlar testere deyirlər, biz mişar deyirik məsələ. Onlar çivi deyirlər, biz mismar deyirik. Əgər bu söz bizdə varsa, qəbul eləməyək. Amma nə yoxdursa, onlardan qəbul eləyək. Təbii, bu normal haldır. Gülə əlbəttə ki, bu məqamda doğru buyurur, düzgün deyir. Çünki biz də dillə məşğul olduğumuza görə, işimiz dillə bağlı olduğuna görə, dublyajla məşğul olduğumuza görə elə sözlər olur ki, biz əziyyət çəkirik və fikirləşmə məcburiyyətində qalırıq ki, bunu necə eləyək ki, Azərbaycan versiyası cana yatan olsun da, yəni insanlar bunu qəbul eləsin. Yox, bizim əgər imkanımız yoxdursa alternativ, elə söz olduğu kimi qalır. İndi dediyim bu sözlərə də baxdım, göz gəzdirdim. Elə şeylər var ki, biraz Azərbaycanlaşmalıdır. Onu həll eləmək olar. Amma mən orada vərəq çox görürəm. Bu türk sözləridir. Gülə, orada nəsə vərəq çoxdur. Başqa nə var maraqlı? Çıxart baxaq da. O qədər. Hə? Bu yaxınlarda bir film yazırdıq. Ana evdən çıxır, evdə oğlu oturub. Deyir ki, rozetkadan ştepseli çıxart. Biz tamamilə dəyişdik. Onu deməmək üçün. Nəinki onu dəyişirik. Yəni, biz cümləni maşında dəyişdik. bardaçok deyirik, bardaçok. Hə? Bardaçok. Bardaçok deyilir. Nə gedir? Əlcək yuvası. Mən bir dəfə dublyaj eləyəndə qabağıma çıxdı. Deyir, əlcək yuvasından nəyisə götür. Mən deyirəm, bir dəqiqə, bu əlcək yuvası nədir ki? Yəni bu nədir? Əlcək yuvası, adam birbaşa oxuyur axı. Oxuyanda saxladım, əlcək yuvası nədir? Burada əlcək yuvası nə gəzir də maşının içində? Tərcüməçi deyir ki, yəni, bu yeri belədir. Mən onda bildim işlətmək olar da onu. Yuvadan bax, mənim də qabağıma çıxanda yuvadan yox, mən məcbur dəyişirəm. Əlcək yuvasında istifadə eləmirəm. Nə deyirsən? Deyirəm, maşından bunu götür. Ya da qabaqdan bu kasad qalır da, artıq kasad qalır. Bax bunların üzərində mən buna belə deyim, dildə deyək, məcburi fırladırıq söhbəti. Sözlərini yavaş-yavaş qəbul edə bilərik əslində. Biz söhbəti fırladırıq. Artıq bir çox şeylər qəbul olunub, bir çox şeylər qəbul olunub. Məntiqlə də təbii ki, sənə hansı dil yaxındırsa öz kökünə qayıtmaq üçün mən keçən dəfə təklif elədim ki, bu ancaq bizim kök etibarına yaxın olduğumuz xalqlardan götürülə bilər söz. Rusdan niyə götürürəm ki? Biz Rusu tərcümə eləyirik və buna əlcək yuvası yox, yuva deyə bilərik. Tam da silib keçmək olmaz Rövşən onu ki, maşından filan şey var. Mən neyim, əlcək yuvası desəm gülərlər, ayəmin mənə. Yox, əlcək demə. Mən özüm təzə öyrənmişəm. Denən ki, o yuvadan yuva var orada, yuva kimi bir şey. Yox, nə yuva? Yox. Hər halda, yəni onu tam çıxarmaq da düzgün deyil. Heç olmamaqdansa hansısa bir alternativ işlətmək daha yaxşıdır. Biz bu dil problemini tamamilə həll eləməliyik ki, bizim arxamızca Arazın o tayında 40 milyon nəzərlər bizə dikilib.
gün yəqin ki onu da görəcəyik ki, İnşallah. onlar bizdən müəllimlər tələb eləyəcəklər. Allah bizi vahid arzumuza çatdırsın. Məktəblər açılacaq. Bizim heç bir problemimiz qalmamalıdır burada dillə bağlı. Bayaq dedin ki, mən birinci tərcümə eləmişəm. Ondan sonra belə görürəm ki, tərcümə eləməmsən. Bu problemlərə görə sən o boş zamanını bizə dəstək olaraq bir hansısa materialımızın bir qulpundan tutub tərcümə eləyəsən, kömək İcazə eləyəsən. verin, biraz da dublyajla məşğul oldum. O mənim sonuncu işim olacaq. Necə sonuncu? Niyə biraz da? Şükür Allah, nə olur? Nə qədər ki enerjilisən, nə qədər biraz ki da o artıq Bu nə man olur ki var. bir-birinə? Bu işdə yardım eləməlisən. Bax, Yəni bu savadı istifadə mən eləməlisən. baxdığım yenə podkastlardan misal çəkəcəm də. Yəni tanımıram. Oradan tanış olduğum aktyorlar var ki, aktyordur, rejissorluq da eləyir, öz heyətini yığır. Bax yeri gəlmişkən onu da deyim. Mən ruslardan baxmışam. Deyir ki, mən əgər hansısa bir proyekt götürürəmsə, sözümün tutduğu adamları yığıram ora, amma səsi uyğun gəlməlidir. Baxıram kimin səsi hara uyğun gəlir, yerləşdirirəm, yəni o puzzleları yerbəyer eləyirəm və onlarla işləyirəm. Eyni zamanda səs rejissoru komandası falan hamısı, yəni mən bu komanda ilə işləmək mənə rahatdır. Çünki bir-birimizin sözü boğazımızdan keçir. Yəni bu yenə deyirəm, indi mafiya deyirik zarafat yana, amma o deyil də. Sadəcə uyğunlaşma var da. Yəni mən bunlarla rahat işləyirəm. Nəysə, nə deyirdim, yadımdan çıxdı. Ay sağ ol. Yaradıcı mühit söhbəti. Deməli, bu dublyajla məşğul o demək deyil ki, sən dublyajdan kənar olursan. Sən bunun rejissor tərəfində ola bilərsən, sən bunun redaktor tərəfində ola bilərsən. Yenə də bunun işin içindəsən və nəhayətdə sən bu materialı hazırlayıb gəlib studiyada da həmin materialı, yəni səsləndirə bilərsən. O demək deyil ki, bu dublyajdan mən kənar oluram. Yəni məşğul olduğun işdir də bu, Gülə. Mən çox böyük aradan sonra Qorxursan. biraz, hə. Sənə şans yaradan insanlar var burada. Niyə o şansı dəyərləndirmirsən? Gülə, sinxron tərcümə ilə daha çox məşğul olmusan da, sən sinxron tərcümə ilə. 28 ildir mən dili işlətmirəm. Biraz Cəhd elə də, məşq cəhd elə. lazımdır. Məşq Qızımın düşünürəm ki, yaşını dedim. 1-2 ay məncə kifayətdir bir məşq prosesi üçün. Hər şey Ola yadıma bilər. düşəcək. Gülə, dildən danışdın, narahat eləyən məqamlarını dedin. Biraz uyğunsuz, mənə görə uyğunsuz məqamlar olsa da, amma həll olunmalı. Onlar xırda məqamlardır ki, onları həll eləmək olar. Məncə də o tərəfdə yaradıcılıq tərəfi çatışmır. Biraz onu da əlavə eləsələr hər şey düzələr. İşləyirlər, yaxşı olacaq. Bəs dublyajda kifayət qədər ya. Sən məndən əvvəl başlamısan. Neçənci ildə Biz başlamısan? eyni vaxtda başladıq. Zarafat demək eləmə. olar ki, bəlkə aramızda Onda sənət yaşımız eynidir bizim də. Aramızda siz bilirsiniz nə qədər vaxtdır? 2006-da əgər mən başladımsa 20 Ayda, mən də ildir. 2006-da 20 ildir başlamışam, sizlə bərabər mən yol gedirəm. Maşallah. Demək olar 20 hamımız ildir. eyni vaxtda gəlmişik 20 dublaja. ildir. Amma mən sizin yaşınızda gəlmişdim. Hə, biraz Mən gec gəlmişdim. təxminən sizin yaşınızda gəlmişdim. Amma ona qədər gör nə qədər töhfələrin olub. Maşallah. Yəni Maşallah. Gülə, o sinxron tərcümə dedim, bir də bax kino dublyaj tərcüməsi var. Kino dublyaj çətin gəlir sənə? Yəni bu işə getmək istəmirsən? yox. Nə fərqi var ki, bu sinxronla bu mənə onu- daha doğmadır. Yox. Sadəcə Razılaşaq ki, çox əziyyətli işdir. çox əziyyətlidir. Çox əziyyətli işdir. Çox. Özü də studiyadasansa, sən artıq ordakıların da beynini oxuyursan, axı bilirsən o nə istəyir. İstəyirsən ki, ideal iş çıxardasan. Yəni o işi də bacarsan deyə. İstəyirsən ki, ağız-ağıza düz otursun, pauzasını düz qoyum, onu bunu belə bizdən eləyim. yaxşı heç kəs Böyük başa səbir, düşmür. təmkin tələb edən işdir. Çox mən arada məşğul oluram, inan ki, yəni çox vaxt aparır, çox enerji Var aparan olun. bir Mən işdir. mənim səbrim çatmır şəxsən. Bilirəm bu iş nə qədər çətindir. Ona görə də bu insanlara qibtə eləyirəm. Qibtə. Gülə, başqa bir dublyajla bağlı arzu, istəyin, görmək istədiyin, nə bilim planların, son dediyin söz mənə biraz xoş gəlmədi. Biraz da məşğul olum. O nə deməkdir biraz da məşğul olum? Yəni elə bir sağollaşırsan. Hamı Vüsal da gəlmişdi. Mən yəni 1-2 ilə sağollaşa bilərəm. İndi Gülə belə deyir. Bu nə deməkdir? Bəs
bu peşəni, bu işi kimə qoyub gedirsiniz, kimə həvalə eləyirsiniz? Hələ biz özümüzdən sonra bir nəsil Biz, yetişdirməliyik. bax, elə Bizim biz hələ işimiz üçümüz- bundan sonra başlayır. Kimsə var özündən sonra tələbə var. Rövşən, biz üçümüz dublyajın belə hardasa intibah dövrünü yaşamışıq və biz özümüz də gördük ki, bizə birdən-birə hər kanaldan təkliflər üstümüzə yağdı. Və biz bunu yaşamışıq da. Olub belə bir şey. Bəli. Və bu gün onun süqutunu yaşayırıq. Yox, İstər-istəməz mən demək hardasa, yəni amma Biraz səhmlərin qiyməti düşüb, amma qalxacaq. Amma Sən nə danışırsan, bilirsiniz, Aygül? Səhmlərin qiyməti düşüb, belə yanaşaq. Dünya Bizim böhranıdır. İbrahim biraz balaca sancmağı, biraz pessimist rəyləri sevir, amma bu gün o qədər gözəl bir cümlə işlətdi. Qətiyyən sevmir. Mən mən bilirəm. Mən fikirləşirəm Onda o ki, da var, bu da var. Fikirləşirəm ki, bəlkə doğrudan da nəsə baş verəcək. O Yox, gələcəyə ümidlə yanaşır. sən pis elə deyil. Yox, elə deyil axı. Deyirəm mən də tanıyıram baxıb ondan qardaş. Yox, Mən hərdən mən ondan daha bilirəm çox o vaxt nə keçirirəm. dedi. Mən elə şey hiss eləməmişəm. Amma elə danışır, amma eyni zamanda onda bir ümid vermək də var, gələcəyə ümidlə baxmaq da var, bunun uğrunda çalışmaq da var. Üzr istəyirəm. Amma kimi elə yarı Rövşənin zarafat, özü yarı də ciddi. Hazırlaşın, artıq hər şey bitir. Yəni bu cümləni də işlədən Yox, yəni deyir İbrahimdir. ki, yəni zarafat deyil. O gün bugündür. o şok terapiyadır da ayıltmaq üçün. Sən nə danışırsan? Biz hələ Netflixin filmlərini dublyaj eləməyə başlayacağıq. Hələ böyük işlər qarşıdadır. İnşallah. Bir də ki, İşte özündən mən sonra emin. kimi yetişdirmisən, kimi qoymusan ki, bu meydanı kimə qoyub gedirsən ay Gülə? Emin, Ya. Emin. Netflix yalvaracaq. Mən onun filmlərini dublyaj eləməyəcəm. O günü səbirsizliklə gözləyirəm. Tək olsun. De ki, yalvarsın. Tək ha. yalvarsınlar. Sən eləmə, mən eləyərəm. Problem yoxdur. Hər halda arzudur, istəkdir və reallaşa biləcək bir istəkdir. Əslində gerçəkləşməli olan bir istəkdir. İndi necəsə, nə cürsə, yəqin ki, lazımi deməli yerlər, aidiyyatı qurumlar bundan məşğul olarlar. Bizim də peşəkar aktyorlarımız o xarici filmləri səsləndirərlər. İnşallah. Səndən xəbərsiz, biz İbrahimlə sənlə bağlı gözəl planlar qururuq. Yəni sağollaşmağa tələsmə, onu deyirəm. Sənin hələ pensiyaya çıxmaq yaşına çox var. Ümumiyyətlə bu sənətdə pensiya yaşı yoxdur. Bir də onu deyim. Burada pensiyaya çıxmaq söhbəti yoxdur. Ona görə axıra kimi Bəli, o kateqoriyaya aiddir. aparat nə qədər işləyirsə, canında qüvvət varsa işləyəcəksən. Gülə, bu dublyaj görünməyən qəhrəmanlıqdır, yoxsa görünməyən əziyyət? Bəlkə səni bu pessimist notlara görünməyən əziyyət salır? Görünməyən əziyyət və çox şirin bir əziyyət. Bunu sadəcə sevmək lazımdır. Yadıma bir hadisə düşdü. Artıq işimiz bitib, aynəstəyik. Sən harası tələsirdin, çox tez getdin. Oturdu maşına getdi, Mən oturmuşam, artıq monitor sönüb. Mən monitora baxıram. Üzümdə də təbəssüm. Özümdən xəbərim yoxdur. Nəcibə xanım girdi içəri. Deyir ki, Gülinka, sən evə hazırlaşmırsan? Nəsə bir xəbər eşitmisən? Belə təbəssüm. Deyirəm, Nəcibə xanım, o çox da gözəl bir film yazmışdı. Deyirəm, Nəcibə xanım, çox gözəl bir işlə məşğulam. Özü də hələ mənə buna görə pul da verirlər. Çox güldü və həqiqətən mən yenə də deyirəm, dublyaj mənim üçün həyatımda terapiya oldu. Mən o qədər sevdim ki bu işi. Bəlkə içimdə reallaşmayan bir aktyor yatırdı. Onu dublyajda realizə elədin. Hər şey elədim. Hər şey. Elə səsin də terapiyadır Gülə. Tamaşaçılar bu dəqiqə mən inanıram bu verilişə baxanda elə həmin o terapiyanı yaşayacaqlar. Nə yaxşı ki bizim dublyajda varsan, nə yaxşı ki töhfələri verirsən. Bir daha deyirəm, sağollaşmağa tələsmə. Çox sağ olun. Çox Sən bizə şadıq lazımsan. səni burada görməyə. Çox sağ olun. Xoş gəldin Gülə. Çox sağ olun. Şərəf verdin. Hamınızı çox sevirəm. Hamınıza böyük uğurlar. Yolunuz açıq olsun. Səsinə qulaq. Çox sağ ol. Sağ olun. Sağ olun dostlar.